İndi biz gəlirik öz mövzumuza. Bunu müqəddimə olaraq dedik. Bunları biz danışırıq ki, insanların, özümüzün də, birinci özümüzün, insanların Allaha yönəlməsi, Allaha diqqəti çoxalsın. Yəni, bu həqiqətləri biləndən sonra məsum da bilir kimdir, peyğəmbərləri bilir, vücudları nə rol oynayır, deyəcəm indi, bu gün oxuyacam, nə rol oynayır. Onları tanıyandan sonra onlara təvəssül, həqiqi təvəssül olur. Fikir verin, məsələn, zahirpərəst gəlir, başqasına təvəssül eləmək olmaz, filan eləmək olmaz, filan, özləri də eləmədiklərinə görə qalıblar hədd-ü ədnada, hədd-ü tənada. Yəni, aşağı safil, əsvələ safil, o safildə qalıblar. Qalxa bilməyiblər, mənəvi olaraq özlərinə baxsınlar. Yəni, mən kimisə burada qeyd eləmirəm. Müstəqən danışmır. Danışmır, hə. Sadəcə olaraq qeyd eləsinlər, fərqi yoxdur, məzhəb söhbəti də eləmirəm. Sadəcə olaraq baxsınlar, o təvəssülü Peyğəmbərə, İmam Əli əleyhissalama getməyən, İmam Əli əleyhissalam qapısına, Ənə Mədinətül elm əliyyün babuha, elə belə deyir, bu irfani hədisdir. Yəni, İmam Əli əleyhissalamın qapısına getməyən, onu kənara qoyan, adi xəlifə kimi hesab eləyən, fikir versin ibadətlərinə, beynəhu və beynəllah, özü və Allah arasında. Mənə heç nə deməsin, mən onsuz da onu görmürəm. Başqasına da heç nə deməsin. Bir dənə öz-özündə otursun, düşünsün ki, mən bu ibadətdən nə qədər fayda ala bilirəm, nə qədər hiss eləyə bilirəm namazda. Yəni, İmam Əli əleyhissalam kimi namaz qıla bilmirsən, hətta özünə şiə deyənlərə də aiddir bu. Yəni, sən İmam Əli əleyhissalamın həqiqətini tanımadığın halda bir dənə namaz, Allahu Əkbər, hər şey fikirləşir. Fikir verin, bunu deyirlər. Ustadlar bunu qeyd edir bunu ki, nöqsan kimi ki, bir dənə Allahu Əkbərdən bütün məsələlər orada niyə görə həll edirsən namazda. Bir də görsən ki, ayılırsan ki, qutarıb namaz.